FIFA 2026 Dünya Kuboku həyecanla media nümayəndələri ilə birlikdə qoşulduq. Tədbirdə öncə Azərbaycan Coca-Cola Bottles MMC-nin baş direktoru Rəna Məmmədova bütün media nümayəndələrini salamlayaraq Coca-Cola'nın tarixindən ənənəvi olaraq idman yarışlarının sponsorluğundan danışıb. Bununla yanaşı baş direktor qeyd edib ki, 1996-cı ildə Coca-Cola zavodu ilk dəfə olaraq Bakıda açılıb və artıq İsmayıllıda ikinci zavod fəaliyyət göstərir. Həmçinin tədbir zamanı şirkətin ümumi sosial yönümlü layihələri barədə də məlumat verilib. Coca-Cola Azərbaycanın keçirdiyi tədbirdə dünya çempionatının açılış mərasimindən əvvəl Coca-Cola'nın reklam çarxı nümayiş etdirilib və media iştirakçıları arasında müxtəlif intellektual əyləncəli oyunlar keçirilib. Sonda isə qalib olan media nümayəndələri qiymətli hədiyyələrlə təltif olunub. Zakir Rəhimli, Səs TV xəbər.